Hər vaxtınız xeyir olsun cəmaət, necəsiz? Maşınlarınız necədir? Yaxşısınız inşallah, maşınlarınız da yaxşıdır, artıq yığışıram. Bugün demək olar ki, bütün avtomobillər hamısı uğurlu başa çatıb, əlhəmdülillah. Amma məni incidən bir dənə avtomobil var. Ustalardan məsləhət istəyirəm. Xahiş edirəm, belə deyək də, hamı versiyalarını kommentə yazsın. Əgər kimin nəsə versiyası varsa, onu kommentə yazsın. İndi mən deyəcəm nasazlıq nədən ibarətdir. Ondan sonra nə işlər görmüşəm, hamısını deyəcəm. Ola bilsin ki, mənim gözümdən nəsə qaçıb və mən həmin o belə deyək də anda nəyisə unuduram. Bir istiqamət verərsiniz. Həmin o maşında çəkib paylaşaram inşallah. Yəni Kia Optima'dır. 2 motor, turbin, gidyay mühərrik. Nə bilim, indi mən heç vaxt kimdənsə məsləhət almaq, kimdənsə əlavə nəsə öyrənməyi özümə ar bilməmişəm. Heç vaxt da ar bilməyəcəm. Mən həmişə kanalımda daha doğrusu videolarımda bildirmişəm ki, kimsə mənə nəsə öyrədirsə, mən həmin adama ömrün axırına kimi minnətdaram. Çünki insan öz biliyindən mənə pay verir. Bundan da artıq pay ola bilməz. İndi istəyirəm ki, bu videoya münasibətinizi bildirərsiniz və ustalar mənə zəhmət olmasa bir istiqamət versinlər. Əgər mənim bildiklərimdən başqa nəsə əlavə bir istiqamət bilirlərsə, zəhmət olmasa diqqətlə qulaq asın və fikirlərinizi kommentlərə yazın. Bu avtomobillə artıq çoxdan da vuruşuram, qalib gələ bilmirəm. Yeri gəlmişkən, Ford Fusion var idi kanalımda, part 1, yəni birinci hissə çəkmişdim. O maşın düzəldi, sahibi o vanuslarını dəyişdirmədi, birbaşa mühərrik silindr başlığını dəyişdi və salam. Söhbət öldü, getdi. Yəni mən vanusa diaqnoz qoymuşdum, amma daha o oynamadı da. Bunu dəyişim, onu dəyişim. Birbaşa qalovkanı dəyişdi. Hər şey düzəldi. Geri dönüş eləyib. Buradan ona salam söyləyirəm. İndi isə istəyirəm ki, belə deyək də, bunun bir araşdırmasını eləyək. Deməli, avtomobil bir nasazlığa sahibdir. Belə bir kod atır. P0091. Yanacağın idarə etmə tənzimləyici klapanın aşağı gərginliyi. Yəni kodun açıqlaması budur. Низкое напряжение в цепи управления регулятора топливом. Avtomobil GDI olduğuna görə GDI nasosun üstündə yerləşən klapandan şikayət edir. Tamam, aydındır. Başa düşdük. Deməli, sahibi məndən qabaq GDI nasosu dəyişib. 2 dəfə. Heç bir effekt verməyib. 1. Mən nə iş görmüşəm? Mən bakdan nasosa qədər olan təzyiqi ölçmüşəm. 3,5 bardır. Və start vəziyyətində, yeri gəlmişkən deyim, bu kod yalnız və yalnız start vəziyyətində çıxır. Ancaq və ancaq start vəziyyətində. Başqa halda çıxmır. Yəni, avtomobilin belə deyək də, zajqaniyasını açanda, yəni cihazlar panelini açanda bu kod olmur. Avtomobili işə saldıqdan sonra da bu kod qeyri-aktiv vəziyyətə keçir. Yəni silsən, nə qədər sürürsən sür, çıxmır. Amma maşın yellənir, yəni düzgün getmir. Amma kod çıxmır. Bircə dənə startör fırlayanda ki, belə deyək də, avtomobilin mühərriki işə düşməyi lazımdır. Starter fırlayanda kalimvalı, həmin anda işə bu kod gəlir. Vəssalam, başqa heç bir hallarda bu kod yox. Deməli, buradan bura qədər təzyiq 3,5 bardır. Ölçmüşəm, saxlayır manometr, hər şey qaydasındadır. Deməli, nasos dəyişilib, yenə də deyirəm, bir neçə dənə nasos qoyulub, 2-3 dənə məndən qabaq yoxlayıblar, heç bir problem, yəni nasosda yoxdur. Raspredvalı yoxladım, heç bir yeyinti yoxdur, hər şey qaydasındadır, metqalar qaydasındadır. Deməli, sonra ştekeri yoxladım, hər şey qaydasındadır. Sonra mühərrikin idarə etmə blokuna qədər bu kabelləri prazvonka elədim və yükə verdim. Hər şey qaydasındadır. Yəni kabellər yükdədirlər. Zamoku açan vəziyyətdə, yəni nə vaxt ki zajqaniyanı açırsan, zajqaniyanı açan vəziyyətdə mühərrikin idarə etmə bloku bu nasosun vəziyyətini yoxlamaqdan ötürü bura 12 plus volt göndərir. Göndərir. Var 12 plus volt. Və 12 plus voltu kəsir. Belə deyək də, kontrolini. Göndərir ki, yoxlasın ki, sarğı salamatdır, yoxsa yox. Sarğı salamatdır. Çünki nasosu dəyişib yoxlayıblar bir neçə dəfə. Mən özüm də yoxlamışam. Yəni 12 volt buradan çıxır, buradan qayıdır. Hər şey qaydasındadır. Yəni
mühərrikin idarəetmə bloku bu nasosun salamat olduğunu görür. Hər şey qaydasındadır. Nasosun özü işə salma anında lazım olan təzyiqi sıxır. Yəni lazım olan təzyiqi sıxır. Yəni orada parametrlər var da, zadanное значение, yəni istənilən təzyiq və faktiki təzyiq. Onlar ikisi də eynidir. Hər şey qaydasındadır. Skyner'dan onu yoxlamışam. Sonra bir dənə problem ondan ibarətdir ki, starteri fırladan anda mühərrikin idarəetmə bloku bura şim siqnal göndərməlidir, idarəetmə impulsu. Göndərmir. Yəni o siqnal yoxdur da. İşə salandan sonra da siqnal yoxdur, amma kod da yoxdur. Bu avtomobilin alışdırma şamları qapqara çıxır. Qapqara, zil qara çıxır da. Amma buna rəğmən avtomobil P0420 kodu vermir. Və mən sahibindən soruşanda o mənə deyir ki, orada katalizator yoxdur. Katalizator yoxdur. Əgər katalizator yoxdursa, bu niyə P0420 kodu vermir? Yəni katalitik elementin aşağı effektivliyinə şikayət edir. Deməli, buradan belə başa düşürəm ki, mühərrikin idarəetmə blokunu proşifə eləyiblər. Yəni proqram təminatını dəyişiblər buna uyğun. Euro 2 çevrilinə. Mən şübhələnirəm ki, bunun proqram təminatında problem var. Belə ki, mühərrikin idarəetmə blokunun bir neçə dəfə təmir olunduğunu şahid olmuşam. Çünki artıq vəziyyəti yaxşı deyil. Oradan qıraqlarından beləncə kabellər də çıxardıblar. Yəni əlavə kabellər. İş orasıdır ki, mən bunu mühərrikin idarəetmə bloku təmir edən elektronik ustalarının yanına göndərmişəm. Məşhur ustaların yanına göndərmişəm. Onlar da bu mühərrikin idarəetmə blokunu təmir ediblər. Amma yenə də mən bu xəta ilə üzbəyüzəm. Sonra nə qaldı ki? Massaları yoxlamışam. Yəni mühərrikin də massasını yoxlamışam yerindədir, starterin də massasını yoxlamışam yerindədir. Mühərrikin idarəetmə blokunun da massası əladır. Bircə dənə yoxlamamışam nəyi? Həmin anda işə düşmə anında farsunkaya gələn impuls. Burada olan təzyiqi aşağı salırmı yoxsa? Amma salmır, çünki mən onu şeydə görürəm. Yəni skanerdə görürəm. Əgər təzyiqi aşağı salsaydı, bu RK'nın üstündə təzyiq sensoru var. O təzyiq sensoru şikayət eləyərdi. O da şikayət eləmir. Kod yalnız və yalnız budur. Yəni mən bu kodla artıq neçə ayda vuruşuram. Əgər kiminsə hər hansı bir fikri varsa, zəhmət olmasa mənə yazsın. Yenə də deyirəm, ştekerlərdə yoxlamışam. Yəni hamısını yoxlamadığım şey qalmayıb da burada. Bilmirəm, bəlkə kiminsə ağlından keçən nəsə var. Nasosda yerinə quraşdırılanda reqlamentasiyası Rasfirdivalın belə deyək də kulaçoka aşağı baxandır. Dirsəyə aşağı baxan vəziyyətdə quraşdırılır. Yəni kolenvaldan fırladıb dirsəyə aşağı qoyub roliki qoyub üstünə bağlayırıq. Belə. Kimsə fikri varsa zəhmət olmasa yazsın. Qalan videolar isə elə belə. Yəni ancaq diaqnostik videolardır. Belə deyək də ustalar üçün paydır. Yolda qalmayın. Deməli, avtomobil Kia Rio-dur, 1.6 GDI motor. Mühərrikin EVAP sistemindən şikayət edir. Evaporative Emission Control System. EVAP sistemi EVAP parlarını mühərrikə düzgün daşımır. Daha doğrusu, недостаточный поток. Система выпуска паров неточный поток продувки. Yəni dəqiq deyil üfürmə sistemdə. Sistemdə üfürmə nəyə görə dəqiq olmaya bilər? Sistemin germetikliyi pozulanda ola bilər. Sistemdə hər hansı bir element sıradan çıxanda ola bilər. İlk növbədə EVAP klapanını yoxladım. Klapan işləyir, hər şey qaydasındadır. Saxlayır, açır, hər şey qaydasındadır. Deməli, indi sistemin germetikliyini yoxlamaq lazımdır. Germetikliyini yoxlamaqdan ötürü siz bilirsiniz ki, mən də Kustar üsulu ilə əlimlə düzəltdiyim belə bir tüstü testi generatoru var. Tüstü generatorunu avtomobilin EVAP sisteminə qoşub, sistemi nə edirik? Yükürürük, sistemə təzyiq veririk və baxaq görək burada nə baş verir. Deməli, sistemi qızdırandan sonra mən belə bir kompresora qoşuram. Buradan şlanq vasitəsilə qoşmuşam. Buradan da gətirib bu alətə qoşmuşam. İndi tüstünü verəcəyik mühərrikin içinə. Baxaq görək, bəlkə sistemdə həqiqətən də germetikliyi. Bakın da ağzını açıq qoymuşam. Ağzını yox, qapağını açıq qoymamışam.
Qapağı bağlıdır da onun, hə qardaş. Hə. Baxaq görək. Demək, üstünü verdik və belə bir mənzərə ilə qarşılaşdıq. Belə. Altında salamatçılıqdır. Amma burada pajardır. Bir də ver üstünü. Elə düyüm. Yaxşı, saxla. Və salam. Deməli, buradan belə bir nəticəyə gəlmək olar ki, bu qapaq öz funksiyasını yerinə yetirmir. Öz funksiyasını da yerinə yetirmədiyinə görə, sistemdə olan parlar hamısı mühərrikə daşına bilmir. Belə. Kia Niro'dur. Hibrid. Yağdan benzin qoxusu gəlir deyən müraciət eləyib avtomobil. Baxıram. Deməli, nasosu çıxartmışam, çöldə qoşmuşam. Düzdür, ştok açıq vəziyyətdədir, amma olsun. Yəni, nasos doludur hal-hazırda. Müşahidə edirəm ki, heç bir axıntı, sızıntı yoxdur. Yəni, bayaqdan baxıram. Heç nə nəm düşür, nə bir şey. Heç köynəyi də dartışdırıram bayaqdan ki, orasına burasına birdən bir şey olar. Ştok da yağlıdır. Yəni, çıxardıb çöldə də baxmışam nasosa. Ştok yağlıdır. Yəni, bildiyiniz yağ içindədir, benzinli deyil. Bu deməkdir ki, yəni, benzin yağı yumur. İndi problem gedir farsunkalara tərəf. Görək, araşdırıb tapa biləcəyik farsunkalardan hansı xarabdır. Göstərəcəm sizə də. Belə. Gün hələ belə başlayıb. Niro getdi, mən ağzımız o qədər qızışdı ki, söhbətə çəkib paylaşa bilmədim. Gördünüz. Gördünüz. Görsünüz. Birinci sindirin farsunkası yaxşı işləmir. Görək nə olacaq axırı. Hələ ki, maddi cəhətdən biraz gözləmədəyik. Grandeur-dur. Hibrid. 2.4 motor. Maşın yəni yaxşı getmir də. Nəysə, sahibinin xoşuna gəlmir. Müraciət edib baxmışıq. Mühərriki sökmədən analiz eləmək lazımdır. Sökmədən analiz elədik. Və belə bir nəticə əldə elədik ki, girişdə problem var. Vanusun dönmə anında. Çıxışda heç bir problem yoxdur. Bu vanusun dönmə anında deyənə klapanlar çox qaçıblar. Bunlar heç buna baxmayın. Burada isə girişdə vanusun özü olduğuna görə beləncə bir belə deyək, pis mənzərə əldə eləmişəm. Və beləliklə skript atanda belə bir bu mənzərə o deməkdir ki, yəni girişin hava qidalanmasında problem var. Fazalarda problem var. Ya sep uzanıb, ya da vanus buraxır. 99% sep uzanıb. İndi çox dərinliyinə getmək istəmirəm, onsuz da sökülməlidir. Vəssalam, yolda qalmayın. CR-V'dir Honda. Mən sizə deyim, yəni bu maşınla bəlkə deyim sənə bir 4 ayda vuruşuram, mənlə bərabər ustalar da vuruşurlar. Yəni, tüstü dəstəyə qədər hər şey eləmişəm də, yəni. P0172 kodu verir. Cəmaat farsunka filan zad olmayan. Nəysə, Drossel açdım, baxdım. Drossel çirkliydi, onu təmizlədim.
Birdən nə gördüm? Sahibinə də deyirəm, birdən gördüm ki, elə belə gözümə sataş deyə mən həmişə mərcixanaya vizual baxış keçirirəm. Baxdım gördüm ki, bu patrubkanın rəngi bu birisi hər şeydən seçilir də, bax. Siz də diqqətlə baxın, görürsüz? Bax o rəngi seçilir. Öyle dedim ama bu rəngi niyə belə seçilir? Bax, fikir versiz şeydən MAF sensordan sonraya düşür ha. MAF sensordan sonrayadır. Dedim ama bu niyə bunlardan belə seçilsin də? Nə ola bilər? Götürdüm, belə elədim. Dayan bir dəqiqə. Deməli, götürdüm və belə elədim. Və gördüm ki, burada babam, yəni Honda sürprizi var. Belə. Demək olar ki, yəni bu maşından deyim sənə, Honda bilənlərdən 90% vuruşub. Heç nə. İndi bir çarə fikirləşib bağlayıb ağzını yola salarıq inşallah. Yolda qalmayın. Davam eləyirik. Görək başqa nə maşın gələcək. Yox, var çöldə maşın var. Bir dəqiqə. Yəni növbədə var ya avtomobil. Sadəcə bir də Santa Fe var. Burada bir dənə arxada Ford var. Forddur da deyəsən. Ford var. Baxacağıq. İnşallah salamatlıq olsun. Bir dənə Honda yola salaq. Davam eləyəcəyik. Artıq axşam tərəfi deyə maşınların çoxunu yola salmışım.